Çin Xalq Respublikasının sədri Si Jinping Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Hörmətli cənab prezident, doğum gününüz münasibəti ilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Məqsəd yönlü rəhbərliyimizlə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətləri sürətlə inkişaf edir. Ölkələrimiz arasında qarşılıqlı siyasi etimad daim möhkəmlənir. İki tərəfli faydalı əməkdaşlıq durmadan inkişaf edir və beynəlxalq səviyyədə fəaliyyət səmərəli şəkildə reallaşdırılır. Bu il ərzində sizinlə 2 dəfə görüşmüşük. Əldə etdiyimiz mühüm razılaşmalar səmərəli və hərtərəfli şəkildə həyata keçirilir. Çinlə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Hər iki ölkənin xalqlarının rifahı naminə hərtərəfli əməkdaşlıqla yeni nəticələr əldə etmək üçün sizinlə birlikdə çalışmağa hazıram. Sizə möhkəm can sağlığı və firavanlıq arzulayıram deyə Si Jinping vurğulayıb. Qeyd edək ki, doğum günü münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməyə davam edir. Ukrayna Prezidenti Volodimir Zelenski, Bulqaristan Prezidenti Rumen Radev, Belarus Prezidenti Aleksandr Lukashenko, Qazaxıstanın 1-ci Prezidenti Nursultan Nazarbayev, Rusiya Federasiyası Hökumətinin sədri Mikhail Mishustin və Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan liderinə təbrik məktubları ünvanlayıblar.